şəhərdə onun izlərini axtarırıq. Həyatın müxtəlif dönəmləri zamanı can qorxusundan kölgəyə çəkilib daldalanmağı xoşlamazdı. Dünyanın rənglərindən rənglər dünyasını yaradan Səməd Mənsur həmişə göz qabağında idi. Xalqının taleyini düşünən əsilzadələrlə oturub dururdu. Həyatın burulğanlarında heç vaxt batmazdı. Yolunu itirənlərə doğru istiqamət göstərərdi. Sevdiyi, əzizlədiyi şəhərində indi adına bir küçə, dalan belə yoxdur. Bu küçələrdən müxtəlif ovqatlarla gedib gələrdi. Bəs indi? Səməd təxəllüsünü Həllac Mənsurdan almışdı. Həyatın müxtəlif döngələrindən keçmişdi. Elə vaxt olurdu ki, onun gəlişinə intizar çəkən darvazalar, üzünə açıq olan qapılar kilidlənirdi. Adamların yamanlığını yaxından sezdiyi üçün heç kəsi görmək istəmədiyi anlar da olurdu. Bir sözlə, ürəyi dilində şair ömrü yaşayırdı. Azərbaycan xeyriyyətçiliyini, Azərbaycan teatrını, Azərbaycanın poeziyasını Səməd Mənsursuz təsəvvür eləmək qeyri-mümkündür. Və onu demək lazımdır ki, onun teatr fəaliyyəti müstəqil bir sahədir. Onun publisistikası müstəqil bir sahədir. Onun poeziyası olduqca önəmli, olduqca bir muxtar bir ədəbi bir hadisədir. Səda, İqbal, Açıq Söz, Bəsirət, Şeypur jurnallarında əsərlərini çap etdirən Səməd Mənsur bir tərəfdən klassik Azərbaycan ədəbiyyatının üslubunda əsərlər yazmış, xüsusən yaradıcılığının birinci devrində Azərbaycanda Xalq Cümhuriyyətinin qurulması ərəfəsində və Sovet hakimiyyəti illərində o daha çox fəlsəfi poeziyaya müraciət etmişdi. Azərbaycan Milli Teatr tarixində elə şəxsiyyətlər var ki, onların xidmətləri müqabilində adları çox az çəkilib, az anılır, az yad edilir. Belə qüdrətli mütəfəkkirlərdən biri də Səməd Mənsurdur. Səməd Mənsurun bədii yaradıcılığından, ictimai fəaliyyətindən əlavə onun sırf Azərbaycan xalqının maariflənməsi yolunda teatr prosesinə göstərdiyi xidmətlər həddindən artıq geniş, zəngin və dəyərlidir. İndi Çingiz Mustafayevin adını daşıyan bu küçə bir qədər əvvəl 1 may adlanırdı. Keçmişdə də küçənin adı dəfələrlə dəyişib. Engels Bezinovski adlı ünvanları da olub. Səməd Mənsurun Bakıda yaşadığı mənzillərdən biri kimi bu evdə şair haqqında xatirələrin canlı şahididir. Uyma ey dil, xəlqidə yoxdur sədaqət, rəngidir. Məscid-ü meyxanə rəng, eyş-ü ibadət rəngidir. Mey, riya, məşuqa, qəş, hüsn-i vəcahət rəngidir.
Rəngidir hər türlü matəm, hər məsərrət rəngidir. Anla ey əbnai xilqət, cümlə xilqət rəngidir. Öz şeirləri, satiraları ilə xalqa təmənnasız xidmət göstərən Səməd Mənsur unudulan şairlərdəndir. Və onun yaradıcılığı uzun müddət xalqdan naməlum qalmış və yalnız indi üzə çıxarılmağa başlanmış və tədqiqat obyekti olmuşdur. Səməd Mənsurun poeziyası həqiqətsevər, üsyankar bir poeziya idi. Onun lirik və satirik əsərləri publisistikasında tənqid, ictimai kəsər çox güclü olmuşdur. O birinci növbədə böyük şairdir. Və Səməd Mənsurun poeziyası o örnəklərə, klassik örnəklərə bağlı poeziyadır. Və bu poeziyada istər fəlsəfi, istər lirik, istər satirik məqamlar çox qəribə şəkildə çulğaşır. Olduqca onun poeziyasının bizim bədii söz tarixində çox maraqlı bir ədəbi hadisəyə çevirir. Həbsi rəngdir və gülməlidir. Mən deyərdim ki, Səməd Mənsur heç bir başqa əsər yazmasaydı belə, bu iki əsəri ilə o, Azərbaycan klassik ədəbiyyatının tarixinə düşə bilərdi. Səməd Mənsur çox gözəl pərəst idi. O deyərdi ki, insanın evində hətta pişiyi də gözəl olmalıdır. Səməd Mənsurun ailəsi əvvəllər varlı olmuş, sonradan müflisləşmişdi. Şair gənc yaşlarından Musa Nağıyev, Ağabala Quliyev, Balabəy Aşurbəyevin idarələrində çalışmış, Rəsulov qardaşlarının dükanında işləmişdi. Müxtəlif peşələr dəyişmiş, axır ki, mühasiblik ixtisasına yiyələnmişdi. Həyatının çətin vaxtlarında bu peşə onun dadına çox çatmışdı. Görmədim bir zərri xalis bute-i nasutidə, mənəvi min ləhkə gördüm ləlidə, yaqutidə. Biqərəz insan olur görmək fəqət tabutidə, bilməzəm varmı sədaqət aləmi lahutidə. Azma fikrim cümlə ecaz-ı kəramət rəngidir. Qələmi yalan söz tanımazdı. Çarizm dövründə də, demokratik respublika vaxtında da, sovetləşmə zamanında da həmişə düzgünlük axtarardı. Həqiqət axtaranları sonradan axtarıb tapmırlar. Səməd Mənsur gələcək faciəsini bilə-bilə düz sözü deməkdən çəkinməzdi. Bolşevik qılıncının ən kəsərli vaxtında yaranmış tənqid təbliğ teatrı üçün göz yaşları ilə dolu gülməli səhnəciklər, kupletlər yazardı. Mən dedim rəng, yenə rəngi mükərrər deyirəm. Rəngidir ərz-ü səma, bərzəx-ü məhşər deyirəm. Rəngidir ruhu bədən, məsnəd-ü çəmbər deyirəm. Rəngidir bütqədə, atəşkədə mənbər deyirəm. Duyaraq cümlə-i afaqa bərabər deyirəm. Etirazım mənə ey tazə cavan, gülməlidir.
Səməd Mənsur ölkəni idarə edənlərin gizlində etdiyi bəd əməlləri gülüşlə üzə çıxarırdı. Xalqın gözünü güldürə-güldürə açırdı. Səməd Mənsur hələ cavan yaşlarından Bakı ziyalıları arasında son dərəcə böyük ehtiram sahibi olub. Xatirəsi həmişə əziz tutulub. Mən iki faktı xatırlamaq istəyirəm. 1912-ci ildə bir hadisə olub. Hüseyn Ərəblinski növbəti tamaşanın afişasını elanbəndə vuranda bu afişanı lap yuxarıdan vurub. O vaxtı dairəvi elanbəndlər olurdu və elanlar, teatr tamaşaları ora vurulurdu. Lakin Bakı qubernatorunun xüsusi əmri var idi ki, Tatar tamaşaları, yəni Azərbaycan tamaşaları haqqında məlumat, afişa, hər hansı bir informasiya mütləq Rus truppalarının elanlarından aşağıda vurulmalıdır. Ərəblinski də qüruruna sığışdırmayıb və bu tamaşanın elanı yuxarıya vurur. Həmin gün Hüseyn Ərəblinskini tutublar, gətiriblər Qarada Naçalnikin yanına, sonra oradan jandarm, polis gətirib və ona 10 manat cərimə kəsiblər və yaxud həbs cəzası olacaq. Bu işi yönünə qoyan Səməd Mənsur olub. Yəni, Bakı qubernatoru ilə o jandarm arasında o qədər bunun tanışları, o məhkəmə, hakim dostları, vəkil dostları o qədər çox olub ki, bu işi yönünə qoyan məhz Səməd Mənsur olub. 1912-ci ildə Mirzəğa Əliyev tamaşa vaxtı səhnədən Çarın əleyhinə bir gülməli kuplet deyib və həmin gün Mirzəğa Əliyevi tutublar, məhkəməsi olub, bunu Həştərxana sürgün edirlər. Səməd Mənsur bütün aktyorları yığıb, bir neçə tamaşa oynanılıb, onun xərcində özü çəkib, ancaq biletdən yığılan pulun hamısı Mirzəğa Əliyevə verib ki, sən uzaq bir yerə gedirsən, sənə pul lazım olur. Mesela belə diqqətçil, belə xeyirxah, belə ürəyi geniş bir şəxsiyyət olur. Və heç vaxt o mətbuatda onun qeyd olunmasına, onun yazılmasına icazə vermirmiş. Yəni özünü təbliğ eləmirmiş. İşi ilə əlaqədar mən görkəmli tarzənlə Bəhrəm Mansurovla görüşmüşəm bir neçə dəfə. Və o mənə biləndə ki, Səməd Mənsur babamdır, çox maraqlı epizodlar danışıb. Səməd Mənsur gənc olanda Bəhrəm Mansurovun atasının Məşədi Məlik Mansurovun meclislərinə, musiqi meclislərinə gələrdi və orada maraqlı adamlarla görüşərdi və musiqiyə qulaq asardı, öyrənərdi və bəlkə də birinci o musiqi təhsilini məhz orada, o məclislərdə alıb və tar çalmağı məhz Məlik Mənsurovla öyrəndi və kamança çalmağı da orada görkəmli bir belə kamança çalan var idi, Mirzə Səttar. Və bəlkə də kamança çalmağı ondan öyrəndim. Dəqiq onu deyə bilmərəm, amma o Mirzə Səttar da o meclislərdə olurdu və belə əlaqə ola bilər idi. Sonra eşitdiyimə görə onun gözəl səsi də var idi Səməd Mənsur. Çox gözəl muğamatı oxuyardı. Qırmızı rəngli bayraqla gəldi bolşeviklər. Bəlkə də qan tökməyi xoşladıqları üçün ölkəni qırmızı rəngə boyadılar. Tarix boyu Azərbaycan torpağına hər qəsibkar bir əda ilə gəlmişdi. 1920-ci ilin 28 apreli xüsusi idi. Rusiyanın gözü, qarnı ac, cibi, beyni boş, əli tüfəngli əskərləri sərvət kanı Azərbaycanı istila eləməyə həvəslə gəlirdi.
Bilirdilər ki, burada onlara qarşı çıxmayacaqlar. Müsəlmanın topu, tüfəngi yox idi. Ona silah etibar eləmirdilər. Beynini pozub, dinini, mənəviyyatını əlindən alandan sonra ona vəzifə verirdilər. Əlvan rəngli Azərbaycan qırmızılaşmışdı. Adamların gözünü qan tutmuşdu. Ağlayanda da qan ağlayırdılar. Səməd Mənsur xalqının dərdlərini açıq söylüyor, qanının töküləcəyindən qorxmurdu. Şeirləri ilə, ədəbiyyatşünas və jurnalist yazıları ilə Səməd Mənsur imzası seçilirdi. Ürəyindən keçən, beynini məşğul eləyən fikirlərin heç birini yumuşaltmaz, kəskinliyi ilə söylərdi. Millətinin taleyi ilə yaşayan böyük sənətkar hiss edirdi ki, istedadını tam açıqlamaq üçün meydanı dardır. Ona daha geniş üfüqlər lazım idi. Qabaqki ziyalıların hamısı teatral idi. Teatra gəlməyənlər, tamaşalara dəfələrlə baxmayan, müxtəlif rejissorların quruluşlarını, aktyor oyunlarını təhlil eləyə bilməyənlər əsl ziyalı sayılmırdı. Əsl ziyalı və cəmiyyətin sevimlisi olan şair səhnənin verdiyi imkanları dərindən mənimsəmişdi. Səməd Mənsur teatra bağlı adam idi. O, istər rejissor, istər aktyor, istər bir dramaturg kimi teatr tariximizdə özünə məxsus yer tutmuşdur. Ay dayı, gəl bölüşək hər nə ki var vəlvələsiz. Mən cəsarətsiz uşaq, sən kələmər tövzələsiz. Yer mənim, lehmə mənim, vışqa mənim, nefti sənin. Beləliklə düzələr müşkül işi hər kəsənin. Mənə bir avtomobil, bir gözəl ev, bir kabinet, ver ki daim eləyim əmrinə qul tək xidmət. Bizim el qorxma yatıbdı, yeri rahatdır ona gəl dəyməyinən. Bir yekə minnətdir ona. Bacı oğlu, qırışmal, bu nə sözdür, nə gələk? Aramızda gədə, sən nə demək, mən nə demək? Bu sənin, o biri mənim yazdığını anlamadım. Sərhədindən dışarı sən deyəsən, attın adım, ada Russan. Mala Rus ermənisən, sarsaq adam. Səni millət sanaraq qeydinə bir yerdə qalam. Sən unutma ki, mənim bəndə-i fərmanımsan. Əmrimə etsən itayət, gözəl oğlanımsan. Sözümə baxmasan onda çəkərəm Moskvaya. Səni də bənd edərəm adi görünməz yuvaya. Zalimlar doğru danışanları problemsiz yaşamağa, rahat ölməyə qoymur. Zülmlə barışmayanları Allah sevdiyi üçün ailə üzvlərinin belə tutulanlardan imtina etdiyi dəhşətli zamanı Səməd Mənsura göstərmədi. Cigərlərinə soyuq edilmişdi. Belə bir, o vaxt axı penisilin zadı yox idi. Çetindi. Ancaq bir söz də deyirdi ki, yaxşı da o vaxt öldü. O ölməsəydi, bizi hamımızı sürgün eləyəcəkdilər.
taram-taram olacaqdik. Həmişə deyərdik ki, vaxtında öldü Səməd. Yoxsa biz hamımız bir təhər olacaq. O da doğru idi yaxın ki. 27-ci ildə Səməd öldü, 37-ci il gəldi. Onun belə o şeirlərindən sonra əlbəttə yaşamaq çox çətin olardı. Həkimlərin qənaətinə görə ürək xəstəliyindən vəfat etmişdir. Lakin onun ölümündən bir qədər əvvəl Buzovnalı Azərə yazdığı məktubu vardır. Getdi əldən o keçən sevməli günlər Azər, yaxıyor indi qəmin qəlbimi Azər, Azər. Həmin şeirində o dövrandan narazılığını, yəni hazırki dövrdən narazılığını yazır və qeyd edir ki, türklüyün varlığı qeyrə nə böyük qorxu imiş, dost düşmən onu məhv etməyə istər Azər. Burada yəni o başa düşür ki, bütün milli azadlıq mübarizəsi onların baş tutmayıb. Və ona görə də axır ömrünün son günlərində çox bədbin idi, çox pessimist idi. Daxilən həmişə narahat idi, daima ziddiyyətlər barədə düşünürdü, həyatı, siyasi hadisələri dərk eləməyə çalışırdı. O belə bir narahatçılığı çar vaxtında da yazdığı əsərlərində hiss elətdirirdi. Milli hökumət devrindəki əsərlərində də ifadə eləyirdi və Sovet devrində yazdığı əsərlərində də onun axtarışları bir sənətkar kimi həyatı dərk eləmək, insanların münasibətlərini, siyasi quruluşun nöqsanlarını göstərmək onun demək ki, həyatının belə faciəli surətdə qəfildən ömrünü qəfildən başa vurmasına gətirib çıxartdı. Allahın ona bəxş elədiyi fitri istedadla Səməd Mənsur həyat səhnəsində gözəl rollar oynadı. Zamanının rəng əlvanlığını göstərdi. Səməd Mənsurun rənglər dünyası bugün də bizə yaşamağı öyrədir. Vicdanımın pak olduğundan dolayı bu dünyada sərvət və rütbə sahibi olmadım. Ona görə də sizin üçün boş, yavan nəsiyyətlərdən başqa bir şey dünyada buraxamadım. Sanmayın ki, sərvətsizliyimə təəssüf eləyirəm. Yox, evladlarım, pak olan heç bir vaxt, heç bir şeyə satılmayan vicdanıma and olsun ki, pak vicdan dünyada hər bir şeydən qiymətlidir.